Hoş geldiniz. Yemek yeməmişəm, ayılmamışam ona görə və işə girməliyəm. Maraqlı yuxu görmüşəm, sizə danışacağım. Birlikdə yulaf düzəldirik. Yerə şaşırmadık. Burada mən vegetarianım, bu soya südüdür. Çalışıram ki, yulaflarımda bitki südü içim. Emin oldum. Həyatımda ilk dəfə də yulaf bişirirmiş kimi davrandığımın fərqindəyəm. Mən yulaf çox ölürəm. Yəni, ola bilər ölürəm, onu işlə bilmirəm. Maşa yolunu tapa bilmiyor gerçekten. Orada burada yemekten üstü cızık-cızıqdır. Gedək biraz yemək düzəltməyə. Şuşkanı soyaq. Ay. Bugün mən iş yoldaşımdan görüşəcəm. İş yoldaşım dediyimə baxmayın da dostumdur. Bunu yuyum, gəlirəm. Nəcibə ilə danışırıq ki, harasa gedək. Önce kinoya gedəcəkdik. Filmlər tövsiyə elədi. Həmin filmləri də tapa bilmədik. Sonra heç mənim tövsiyə elədiyim filmi də tapa bilmədik. Axırı biz filmə gedə bilmədik. Teatrlara baxdıq, nə bilim, hər şeyə baxmışıq da, hər şeyə, ağlınıza gələ biləcək hər şeyə baxdıq. Bir şey tapa bilmədik yəni. Qərar verdik ki, bəlkə Yarata gedək. Nəcibə də Yaratı çox bəyəndim. Burada qaynayır, qaynasın. Çolkanı kəstirdim, həm peşman oldum, həm də özümə çox yaraşdırdım. Bilmirəm, aşağı yazın. Yerlərə yazın. Necədir? Yazın. Videonun dostlarınızdan bölüşün. Comment yazın. Please. Komentə emoji atmayın. Heç kimin komentinə emoji atmayın. Süper olub yazın. Əladır. Go girl. Yəni emoji atmaq sizin qeyri-kreativ bir insan olduğunuzu göstərir. Özünüzə görə kreativ sözlər yazın. Bəyənməmsinizsə də yəni bye. Bilmirəm kino yəni yeyirəm. İnanıram ki, sağlıqdım. Qaz gəlmir. Qaz gəlir də qazın biri yanır, o birisi yanmır. Niyə? Niyə belədir? Bunu söndürsəm yenə mi sönəcək? Söndürdüm. Işıqlar sönür. Işıqlar sönür. Zajqalkam yoxdur. Ayda, mən necə yandıracağım bunu? Mən salam, mən niyə söndürdüm onu da? Tamam, zajqalka tapdım. Ay, əlimə. Bu necə olmadı? Tutub saxlamalıyam. Allahım, qaz ipdən yandırıb. Okey, qalmayacaq belə. Qalacaq. Qaldı. Okey. Bir kasam var, ən sevdiyim kasamda. İndi ədviyyat düzəldəcəm. Deməli, limon, zeytun yağı və bu ədviyyat. Biraz acı, biraz duz. Çox oldu. Bugün 3-cü dəfədir işıqlar yanır, sönür. Limon sıxaq. Bu kələmdir. Çox xoşlayıram bunu. Acaba o da beni seviyor mu? Bekləyəm. Bağlaya bilərik. Mənim hazırdır. Getdim. Normalda Termalize baxmalıydım, amma nəsə oldu, məni blokladı, sayt neynədi. İndi sırlar və sırlara baxacağım. YouTube'dadır. Mənə uyğun deyil. Bir ildən sonra dəyişmək istəyirəm rejimimi. Neynirdim? Təxmini bir ay 3 saat oturub dərindən nəyinsə üzərində işləyirəm kompüter. Bir yandan işləyirəm, bir yandan aşağıda baxıram.
Saçımı təzədən sosisə qoydum çünki buruqlarım açılmağa başlamışdı ona görə. İndi çolkalarımı yığım. Sizə yuxumu danışmaq istəyirəm. Çox qəribə bir yuxu görmüşəm. Nəcibə ilə görüşəcəm bugün. Ziyarata gedirik. Bunu danışmışıq və mən bundan sonra yatmışam bu məsələdən sonra. Biz qərarsız qaldıq ki, necə gedək? Taksi ilə mi gedək, yoxsa gedək metro ilə içəri şəhərdən, oradan avtobusla mı gedək, yoxsa oradan mı taksi ilə gedək falan. Bunu danışırıq. Və mənim heç bir belə bir qayğım yoxdur da, necə gedib çatacaq. Əksinə Nəcibə biraz narahat olmuşdu. Yuxuda Nejat işləri gördüm. Seni düşünmek ümitli şey. Qərib bir yuxuydu. Taksiyə yaxınlaşıram, Nejat işlər dayanıb, bütün karizması ilə. Biz eskiden böyleydik. Mən yaxınlaşıb deyirəm ki, bəs biz falan, amma çox belə cool, çox rahat yaxınlaşıram. Şimdi elə bir his var ki, mən Nejat işləri tanıyıram onsuz, o da məni tanıyır. Daha öncədən bir görüşmüşlüyümüz də var. Tipik taksi söhbəti də. Bəs falan yerə neçəyə apararsan? Aynur'cum frenler sapasağlam taş gibi. Sorun yok ya. Öyle mi? Biabırçılıq, yəni utanc duyuram gördüyüm yuxudan. Bu da deməsinmi 37 manat? Mən də belə şaşırmam qətiyyən, yəni düşünün, İçərişəhər metrosundan gedirik Yarata və 37 manat tutur. Heç şaşırmıram, heç demirəm ki, bu nə qiymətdir falan. Mən deyirəm, hə, okey. Nəcibə deyirəm, Nəcibə də deyir ki, bəs okeydir də, gedək. Normal Azərbaycanda öyrəşdiyimiz bir taksi qiyməti gəlmədiyinə görə yuxudan ayıldığım şok şudur. Yəni, Nejat işləri görmüşəm və Nejat işlər taksici deyil. Buna şaşırmamışam. Şaşdığım nöqtə, yəni necə 37 manata biz gedirik? Yəni bu qədər qısa bir yolu. Heç belə bir yuxuydu, yəni. Nejat işlər görürsə buradan, hay, merhaba. Yəni bilmirəm niyə belə bir yuxu görmüşəm. Heç bir fikrim yoxdur. Sadece bak dur bir dakika. Ben sadece bir şey dedim. İyi geceler. Teşekkürler. Ümid eləyirəm ki, maraqlı keçər sərgi. Yaratda təzə sərgi açılıb, bilmirəm məlumatınız var yoxsa yoxdur. Mən orada məlumat verməyə çalışacağam. Hansı tarixə qədər sərgi olacaq falan. Və gedib baxarsınız sizə maraqlı gəlsə. Ümumiyyətlə Yaratdan sərgilərini çox bəyənirəm. Hər dəfə çox fərqli, interaktiv, sizi də içərisinə daxil etdiyi sərgilər ortaya qoyur. Nəcibə yazdı deyəsən mənə. Liner sürtüm. Eyni olma da linerim, amma fərqə baxın. Makyajımı bitirdim demək olar ki. Bir dənə concealer vuracağım, bir də çıxanda pomada vuracağım. Hələ ki amma işləməliyəm. Saat 4-ün yarısıdır. Tez elədim makyajımı, biraz tələsdim. Amma ev yox. Paltarımı ütüləməliyəm, amma yandıra da bilərəm. Demək olar ki, hazıram. Saçım, makyajım falan. Bir dənə aksesuar taxacağım. Yəni bugünün tam fokusu şəkil çəkdirmək falan deyil də. Yəni bir sərgiyə baxıb həqiqətən sərgidən zövq almaq istəyirəm. Həm də sizə göstərmək istəyirəm. Təbii ki, vloqum da uğurlu olsun istəyirəm. Belə. İndi bir keçid videosu eləmək istəyirəm. Duxunu vuracağım. Çox kəskin iyi var. Bunu da taxmaq istəyirəm. Qolbağı mənə Nuranə hədiyyə eləmişdi ad günümdə. Belə. Sisters by Heart yazılıb. Bilmirəm nə sumka götürüm. Bunu mu? Bu da olar. Ətri qoyaq. İstifadə elədiyim pomadaları qoyuram. Açarım. Salfetka. Hazırda bu kitabı oxuyuram. Bir qadın həyatından 24 saatını götürürəm. İlk dəfədir ki, bir dənə kitabda bu qədər ürəyimin döyünməyə başladığını hiss elədim. O qədər həyəcanlandım ki, İndi klassika çox keyfiyyətlidir və sizin yolunuzu həqiqətən dəyərli eləyir. Oxumasam da çantamda mütləq kitab olur. Çünki nə vaxt əlimi uzatsam kitabın orada olacağını bilirəm. Nəyi nə vaxt oxuyacağınızı bilə bilməzsiniz. Nə bir kaset çalarım var, onu götürəcəm. Mayenin naushnikimi də götürürəm. 2 dənə kasetim var. Bu açılmayıb. Amma bunu burada açmaq istəyirəm. Açaq. Bugün bunu dinləyim. Belə köhnə kasetlərin belə bağlı olması çox dəyərlidir. Çünki demək ki, o vaxtdan qalıb və heç kim bunu istifadə eləməyib. Keçən dəfə Yunan dilində bir dənə kaset almışdım. Kasetin içi rus dilində çıxdı.
pula asa bilmədim. Yəni rus dilində də bildiyim mahnılar idi əslində. Sadəcə mən Yunan dilində istəyirdim o mahnıları. Unutmuşam istifadə eləməyi. Ay çıldıracağım. İşığı və zayatqamı da götürürəm. Dodaq nəmləndiricimi, əl kremimi və ən əsası pulqabımı unutmuşdum. Şimdi bunları da qoyuram. Üstdən bilmirəm nə geyinəcəm. Ay, çox ağır palto var. Bunu mu geyinim? Siyara paltomu geyinəcəm. Hava soyuqdur görəsən. Soyuqdur ya, amma nə qədər soyuqdur. Bizə şərf lazımdır. Öncə balaklavamı götürüm. Bir də təzə şərf almışam. Şərfimi taxa bilərəm. Star parça özüməm zaten. Bitch! Qara ayaqqabı geyinəcəm. Üstündə hər rəng var. Kabramı da dəyişdim. Gedə bilərik. Ay, axır ki çıxdım. O tərəfə getməliyəm, hə? Ay, yox, bu tərəfə. Metroya gedirik. Oradan da şəhərdə Nəcibə ilə görüşəcəm. Kimcə təxmini bu dayanandan sonra 2 qatar sonra Nəcibə gəlməlidir. Çünki zəng elədim, arxada bir səs deyir ki, the next station is 28 mile. Ona görə də yəqin ki, elə olacaq. O Nərmanovdan gəlir. Məndən yaxındır və necə olursa mən daha tez çatmışam. Neysə, yaxşı. Gəlsin burundan gətirərik. Demişdim üçüncü qatarda gələcək, gəldim. Amma məndən yaxın qalır da, yəni niyə belə oldu? Açıqlama. Birincisi odur ki, Ayhan xanım dedi ki, tez gələcəm, gəlmədi. Dedim, mən də niyə boş-boşuna gedim bu soyuqda çöldə gözləyim. İndi biz Yarata gedəcəyik. Bəli, gəzəcəyik, baxaq görək bizi nələr gözləyəcək. Görəcəyik orada gözəl sənət əsərlərini inşallah. Kimin haqqında belə danışırıq? Alta bildinizsə yazın. Amma pis niyyətimiz yoxdur. İkimiz də onu sevirik. Mən daha çox sevirəm. Yox, mən daha çox sevirəm. İçəri şəhərin gözəlliyi haqqında nə deyək? Bakını ümumiyyətlə çox sevirəm. Əsasda gecə vibe. Taksi gözləyirik. Nəcibə böyük bir uğraşla taksi axtarır. Duran bir dənə qara nəsə var znakın yanında. Məni qoyub gedir. Bu başına buyruqluğa bax. Məni qoyub gedir. Gedirsən. Mən deyir ki, zəhmət olmasa 1 kilometr yeriyin, hə? Birincisi. Tatdıq, axır ki. Mahnı necə qoyum? Onun background da qoyacağım da. Ehtiyacımız yoxdur, biz həmişə parlayırıq. Oh yeah. İndi belə bir qorxum yarandı ki, ola bilər ki, bura bağlı olsun. Çünki ışıqlar da yanmır. Çox güman ki, birinci gün olduğuna görə bağlı olacaq. Mən necə bunu atladım? Nəcibə məni öldürəcək. Həyatımda belə cahillik, yəni birinci dəfə görürəm. Mən də. Və gələn dəfə TikTok çəkəkdə. Gələn dəfə gələndə şaşırmayaq deyə. Gəlməyəcəm. Nətər yəni? Gələcək. Qutardı. Genel kültürsüzlük səbəbindən
Hər bir muzey birinci gün bağlı olur. Hər bir muzey. Qayda qanundur ki bu. Yəni Bəli. Yəni bu dəqiqə gedirik lavaş yeməyə, düzdür? Şərşər metrosunun giriş-çıxış bir yerlərində lavaş yeməyə gedirik. hər şəhərdə bir xeyir var deyə, yəni bunu bizim kültürsüzlüyümüzə bağlamayaq. Deyək ki, ola bilər belə bir şey. Deməli, yaxşı keçməyəcəkmiş. Ona görə gedirik təbii ki də nə eləməyə? Yemək, acından ölürük. Taksi şoferdən də zəhləm getdi. Ona vəbşə heç uluza qoymadım. Sənin wow, çılgın seni. Sən avtobusa mindik. Turduq axır ki. Deməli mən pendirli fəsəli demişəm. Çox sağ ol. Yukarıdakı benim. Deməli mənimki pendirlidir. Vegetarianam. Onunki də toyuqludur. İndi yeyək. Yeyib dəyərləndirəcək. İçi belədir. Mən bəyənirəm. Bir dəfə də yemişdim. Nəcibəni də gətirdim ki, yesin. Məncə yumurtası var. Yoxdur. Bu ağ nədir? Pendir deyil. Making each day after year, changing my life with the wave of a hand. Nobody can deny that there's something there. I want to have you back. İndi gördüyünüz kimi üzümüzə bir nur yağıb. Artıq doymuşuq və Ruj tazələmə anı gəldi. 10 üzərindən fikirləşirəm hələ, sən danış, sonra deyəcəm. mən də çox bəyəndim. Bizə baxırlar, ona görə danışa bilmirik. Çay götürək, çaydan yeyə gedək. Amma yağlı olur o. Çay? 5 dənə götürsək mən 2 dənə yeyim, sən 3 dənə yeyirsən, bəsdir. Bəs. Mən niyə şu an yemişəm? Mən az yemək istəyirəm. Danışa bilmədik, bizə baxırdılar deyə. Deməli, hər şeyi nəzərə alaraq puanlayacağam. Açıq havadadır, o biraz amma əksinə bu da biraz səmimi vibe verir mənə görə. Qiymətini fikirləşəndə pendirli niyə toyuqludan bahadır onu anlamadım. Məncə burada bir yanlışlıq var. Fiyat, performans falan fişdan 8.5 gəldi mənim ağlıma. Səndəyik. Mənim qiymətim hər şey nəzərə alaraq, atmosfer olaraq, düzü soyuq hava olduğu üçün məncə insan soyuq olur normal olaraq. Amma belə yanınızda yaxşı söhbət edə bilən dostunuz varsa təbii ki də onda gedir, yaxşı gedir həm də. Yeməkləri belə çox çöldə bəyənən biri deyiləm. Ona görə yeməyi bəyəndim. 10 üzərindən 8, o. Çöldə olmağı yayda məncə olsa çox super olar. Hə, yayda. Yayda gəlirik. Yayda gəlirik. Hə, sonra məsələn personal 10-da 10 çox bəyəndim. Overall elə ortalama ver. A few moments later. 8. Mən 8.5, sən 8. Yes. Buralarda yazdım. Elərsiniz aşağıda komu qoyacağıq. Bəndə edikdə bu yox. Belə bir əslən cozy yerdir, belə maraqlı yerdir. Düz metronun yanıdır. Həm də mən vegetarian olduğuma görə həmişə tapa bilmirəm seçimlər. Seçim tapmaq baxımından da mənə çox rahat oldu yəni. Çox şirindir. Zaten melaçı tam yiyiz. Слышишь, мелочь там. Dona axırı gəldik kişka yeməyə. Bugün ancaq street food. Saatli sumkamla taşıyıp aktarım. Kepol verək. Kəpiş varınca. Ya bura olduq, gəl sən ol. Elə yerirsən kopya. Son bizim gecənin sonu.
Görürsən bu necə işləyir? Əminsən. Oo! Ya onlar olmasa da bilirik onsuz. Hanimiş, hanimiş. Çok şirin, gözlerine baksana. Gedirik metroya minməyə, sonra da sağollaşırıq. Bye bye. Ben metroda yıkıldığından göre çok qəşəng yıkıldı ne ama. Mesela mənə belə elə sən bir gedə biləcəksən, sən elə bil piano olmusan belə şeysən də belə. Ay yaxşı görüşdük, çıxma sən yerində oturum da. Oturdum yerində yəni. Kimin gözü var idisə o yerdə. Ya burçulu. Əslində burada düşməməliydim. Çıxdım da yəni metroda gedə bilməzdim. Tırnağımı qırdım. Bugünə biraz gec başladım. Saat 12, 1-in yarısı falandı. İşləyirdim amma yerimdən durmağa heç halım yox idi. Dünən o qədər belə əyləndim. İndi yemək yeyəcəm, sonra göstərərəm nələr edirəm. Bu səhər yeməyimdir. Bir yandan da toksik ilişkilərə baxıram. Gülhəyatla Sona ilə görüşəcəm. Biraz make-up edirik. Bilməm nə geyinəcəm. Tam şu an girirsiniz. Abone değilsizsə olursunuz. Ətrafınızda bu tip videolar sevənlər varsa göndərirsiniz. Like edirlər, abone olurlar, dəstək olursunuz. Necə fikirdir? Bence çok iyi. Tonqala gedirik. İçəri şəhərə. Dünənki fiyaskodan sonra bugün də dediklərim olmaya bilər. Dünən də muzeyə gedirdik, gəlib çıxa bilmədik. Bəlkə bugün də Tonqala gəlib çıxa bilməyəcəyik. Ya da məsələn Tonqal yox imiş bugün. Ola bilər, hər şey ola bilər. Make-up'ım hazırdır. Saçımı slack bun eləmək lazımdır. Beləmi qalsın, balerinaya oxşadım. Məncə okeydir. Aksesuarlarımı taxım. Tez geyinim, gəlirəm. Geyindim. Belədir, batinka geyinəcəm. Bu arada mən Novruz bayramını çox xoşduram. Bugün də Novruz bayramının 2-ci çərşənbəsidir. Bayramınız mübarək. Deyirəm, getməmiş bir bəlkə papaq ataq. Nə deyirsiniz? Çünki şəhərdə böyük ehtimal papaq atma imkanımız olmayacaq və bu çərşənbəni ötürməyək. Papaq atma imkanlarımızdan birini daha eləməyək deyə bugün papaq atırıq. Blokumuzdayam. Gedək görək o şanslı kişi kim? Lift gəlmədi, ayaqla qalxacaq. Birinci papağımız failed oldu. Çox özümü yormaq istəmirəm. Qapı qonşumuza atıb sonra da evimizə girəcəm. Birinci qapımızı döyüm ki tez girə bilim. Gözləyirəm. Yaxşı. Məncə yaxşı oldu. Normalda Novruzun son çərşənbəsi atırlar. Amma biz uşaq vaxtı hər çərşənbə atırdıq. Gedirəm qızlarla yeməyə.
Gecikmişəm. Sona məni kəsir. Məni bir yerlərdə, buralarda gözləyirlər. Ha, orada 2 nəfər var. Əsəbdən öldü şu an galiba. Tamam, xanımlar, oldu. Bir günde abırlı xəyalıyır yədə falan. Qaynana, qaynata, ana, ailə. Sonra nə demək istəyirsən takipçilər olmayan abonelerime? Bunlar bizi blogger eləyər. Hə? Bezdir deyə bizi blogger eləyər. Bunlar. Səmimi deyil deyə düşündüm. Nəyə bezdirdim? Bugün sabah mənə PR pəkiclər gələndə Can. deməyəcək misin? Hə? Böləcək. Issız adam. Issız adam. Kankana size bir şeyler oldu. Ona göre yani böyle. Daha geçen gelin. Canlı salat. İyi maması kırmızı. Var masası. Sağ ol hayatım. Hafta içi görüşək, gündüzki çox danışa bilər. Tamam bacışka. Bay bay. Ha gel günü puanla, bir şeyi puanla, tutamı puanla. Sən 100, tam 0. Tamam. Bay bay. Mən dəyərləndirsəm, yer, atmosfer falan filan 7 deyərəm. Overall 7. Sən puanla 5, yeməkdə 6. yer 5, yemək 6, 5.5. Elə 5? Overall 5.5 elə bir olur. 5. Zorla 0.5'i aldım. Amma rekomend eləmirəm. Rekomend eləmir. Mən eləyərdim, amma bilmirəm. Gedirik. Evə gələndə fərqinə vardım ki, biz tonqal görmədik. Düşündüm ki, tonqal olmayıb. Sonra insanların storylərindəki tonqalları gördüm və anladım ki, problem bizdəymiş. Tonqal tərəfə getməmiş. Manifestlədiyim düz çıxdı da, yəni tonqal yox imiş. Gedirik, görürük, yox imiş. Tonqal yadımıza belə düşmədi. Neysə. 3-cü gündən salam. Bayaqdan işləyirəm. İndi gedirəm tez səhər yeməyi düzəltməyə. Sonra yenə işləməyə. Bugünkü menümüz süd, tvaroq, banan, yarım banan və fıstıq əzməsi. İdmana gedirəm. Əslən Nurayna ilə görüşməliydim bugün. Sadəcə görüşə bilmədik deyə xəstədir Nurayna. Ona görə mən də bu fürsəti dəyərləndirmək üçün dedim idmana gedim. Saçımızı yığaq. İdman saçı budur da yəni. İndi gedək yemək yeyək. Sumkamı yığım, ondan sonra yemək yeyəcəm. Vlog çəkirəmsə tripodumu aparmalıyam. Suyumu götürdüm. İçində limon var, bir də moruq dənələri var dondurulmuş. Mən dondurulmuş moruq dənələri, bir də dondurulmuş çiyələk falan çox xoşlayıram suyun içində, qəşəng olur. İdman ayaqqabılarımı götürürəm. Bunlar əslində mənim tenis ayaqqabılarımdır. Çox yüngüldürlər, çox rahatdılar. İndi idmana da bunlarla gedirəm. Ən əsası yemək yeyirəm. Şeyləri izləyirəm. Sonra gedirəm idmana. İdman öncəsi yeməyimi yedim.
Soyuq değil, hava buzdur. Buz kəsir. Öpüş. Çox sağ ol. Çoxdandır gəlmirəm və pərt olmuşam da. Axırıncı məşqə fevralda gəlmişdim deyə mənim üçün uzun bir müddətdir gəlməmişəm sayılır. Ona görə yorulmadım, amma biraz belə necə deyirlər, başda bir çaşqınlıq yaşadım. Amma indi məncə get-gedə artırmaq olar. Bitdim, yoxam. Düz buranın yanındakı markete gedirik. Bir iki dənə şey alacağım. İdman eləməyim və bunun çətinliyi bəs deyilmiş kimi bir də vlog çəkmək. Yorğunam, svetoforu gözləyirəm. Təcili evə gedib bol proteinli bir salat hazırlamalıyam. Sabah əslində yarım gün işləyirəm, günün yarısından sonra işləyəcəm. Sadəcə səhər bir dənə xoşladığım film var. Daha doğrusu sevəcəyimə inandığım bir film var. Ona getmək istəyirəm. Tək gedəcəm yəqin ki, velosiped üstümə çıxırdım. Kim ona bu haqqı tanıdı ya da niyə o düşündü ki, belə bir haqqı var bilmirəm. Kedi. Çiyələkli və hellim pendirli salatından günü sonlandırıram. Çox qəşəngdir. Hellim pendiri qızardılmış hellim pendiri ümumiyyətlə əladır. Və çiyələyin salata verdiyi aroma süperdir. Bir dəfə hansısa restoranda yemişdim çiyələkli salat. Və o vaxtdan ağlımda qalıb və bəzən salatlara çiyələk qatıram. Çox fərqli bir dad yaranır. Fix səhər rutinim, işləyirəm. Səhər durub kinoya gedə bilmədim, halım olmadı. Ona görə bugün belə evdəyim. Çox əlaqəsiz bir şey tapmışam, onu göstərəcəm sizə. Deməli, işləyirdim. Nəsə bir arka sokaklar gəldi mənə. Deməli, bu arka sokakların təzə fraqmanıdır. Yaz, zorlaştırma ben şunu Yağız deyir də, təzə kocası budur. 742-də 741-ə baxacaqdım. Çaşdım 241 yazdım və burada Tolga adında eyni aktördür, gördüm. Tolga bu kız olduğuna. Bu da bəs deyilmiş kimi Tolganı öldürürlər. Tolga ölür. Eyni aktördür. 500 bölüm sonra nə bilim, bilmirəm, səhv. Bugün çox bir şey eləməmişəm, ona görə çox şey çəkə bilmədim. Full evdəydim. Quşların səsi çox gözəl gəlir. İşləmişəm, full edit eləmişəm. Belə keçib bugün. Həftəm o qədər aktiv keçib ki, artıq bugün istirahət eləmək istədim. Sitting here where the sun sets low, golden rays painting skies aglow. Sabah uzun müddət sonra işə gedəcəm. Pinterestdən kombinlərə baxıram. Və ortalığın halı həmişə kimi. Salam, bugün artıq 5-ci gündür. Bir yandan make-up eləyirəm, bir yandan yemək yeməyə çalışıram. Bir tabak hazırlamışam, avokadolu. Mən avokadonu çox xoşduram və avokadonun o tumlarını saxlayıram və onları suya qoyuram ki, yetişsin. İndiyə qədər sadəcə bir dənəsini yetişdirə bilmişəm, onu da sizə göstərəcəm. Çok şirinli, çok hoşum gelir. Çok qəşəngdir. Bunları da hava alsınlar deyə qoymuşam. Belə böyüyüb artıq. Mən hazıram. Bugün 8 Martdan öncəki son iş günümüzdür. Ona görə 8 Martla bağlı işte tədbirimiz var. Mən də tədbirdən tədbirə işə gedirəm deyəsən. Evdə belə bir zarafat oldu. Çünki axırıncı dəfə yeni il tədbirində getmişdim işə. İndi sumkamı yığım tez.
Pencək geyinim. Dünənki o outfit karmaşasından sonra yoxlamışdım. İsə gözümə boş gəldi. Çünki dünən pencək yoxlamışdım. Üstündən giyinmişdim paltonu. İndi birbaşa paltonu giydim. Mənə belə çox boş gəldi. Okeydi. Sumkamı da pencəyimdən aldım. Aslında bütün gün sumkayla ora-bura koşuşturacağım işte. Görüşərik. Necibə necəsən? Hə. Uşaqlar başlayır master klassımıza. Bəli. Bu da yeni əməkdaşdır. Vlog çəkirəm. Neylə bağlı vlog çəkir? Həftəlik vlog çəkirəm. Nə hanım lalədir, gözəl lalə. Özümdən çəkmək istədim, amma gülüm lalə deyil deyə qəlbə bir şey aldım. Bunu renkləyəcəyik. Niyə də it kimi baxırsan kameraya? Şimdi sən mənlə? Ay Necibə. Xərcə ilə o hər dəqiqə düşəcək. Bir dəqiqə sən bizim çıx. Ara çatmısınız Ayan xanım. Mən hələ ki yarpaqlardayam. 3 days later. 3 weeks later. Eyni deyil hə güllərimiz. Eyni deyil, o eynidir. Hə, səndə piyondur elə bil. Məndə belə. Niyə olmur? Səncə mavi qız... Dostlar, Necibə acizliyə mənə saymır. Videoda qəşəng göstər. Ey Necibə. Bugünü də Family Night-la kapatırıq. Başınıza kaldım. Kusura bakmayın, İlhamiye dedim ama. Yok canım estağfurullah. Kursa gedirik. Hardasa 5 ay ki digital marketingdən kursa gedirəm. İstədim bugün kursu da sizə göstərim. Biraz məlumat verim. Mən Gələcək Yazanlar proqramında təqaüdlə hal-hazırda təhsil alıram. 5-ci ayımda artıq və Google Ads hissəsindəyəm və bir modulumda qalıb. Bundan sonra tamamilə bitirirəm proqramı. Və sonunda bizim bir tapşırığımız olacaq və diplom müdafiəsi kimi bunu çıxıb təqdimat eləyəcəyik və ona əsasən dərəcələrlə, diplomla tərtiblanacaq. Yaxşı yağış. Yağışı çox xoş duyuram.
Amma çolkalarım olandan bəri yağışın yağmağı mənim üçün yəni su olanda çox pis hala düşürlər. Amma çox qəşəngdir hava. Bəzi dadları, havanı və hissləri belə ötürmək olsaydı. Bugün artıq sonuncu gündür. 8 Mart'dır. Məni izləyən bütün qadınlar 8 Mart'ını təbrik edirəm. Sizə bu dünyadakı hər şeyin ən gözəlini arzu edirəm. Gözləntilərinizin boş çıxmamasını və bu həyatda həqiqətən dəyərli olduğunuzu hiss elətdirəcək insanlarla birlikdə var olmanızı diləyirəm. Bir şey də danışım bugündən bağlı. Metroya bir dənə yaşlı kişi minmişdi. Bir xanım ona yol verdi. Başladı təşəkkür eləməyə. Allah sizi xoşbəxt eləsin. Xanımları təbrik elədi hamımızı. Sonra dedi ki, kişiləri də təbrik eləyərdim. Qadınlar olmasaydı siz nə edəcəydiniz falan. Cəbrayıldan idi. Öz haqqında da danışdı. Xanım haqqında da məlumat verdi ki, bəs kimsə nəsə soruşdu. Dedi, mən onu almamışam, o məni alıb. Belə danışırdı. Təəssüf ki, tez düşdüm. Amma o qədər xoş auralı insan idi ki, o qədər mənə belə müsbət təsir bağışladı ki, bu günü və belə günüm həqiqətən xoş başladı. İndi kursa gedirəm. Kursdan da çıxım 8 Mart'la bağlı mama ilə aktivite eləməyi düşünürük. Hələ ki ağlımızda bir şey yoxdur, nə edəcəyimizi bilmirik. Amma ümid edirəm ki, gün maraqlı olar. Həftəni də bugün yekunlaşdırırıq. Mənə çox maraqlı oldu həqiqətən. Həftəlik vlog çəkmək ümid edirəm. Sizə də izləmək maraqlı olmuşdur. Aşağıda əgər maraqlı olursa fikirlərinizi bölüşə bilərsiniz. Normaldan çox geç çıxdım. Normalda 2'də falan çıxmalıydım. Saat 4'də işləyib. Yəni, gedib evə biraz hazırlanmalıyam. Sonra da bilmirəm nə aktivite bir şeylər tapmalıyam yəni eləməyə. Bugün belə içimdə bir səbəbini bilmədiyim ya da bildiyim bir mutluluk var. Belə gedək evə tez-tez. Hava tam olarak bu havasıdır. Yani heç de onun havası değildi. Ona göre tez değiştirəm əynimi. Mənim kombinin son durum. Her sorun altında 7.
bu həftə bitdi. Mən çəkərkən çox əyləndim. Ümid edirəm siz də izləyəndə əylənmişsinizdir. Bura qədər izlədinizsə hər birinizə təşəkkür edirəm. Aşağıdan kanalıma abunə olmağı, bəyənməyi, dostlarınızla bölüşməyi, yorum yazmağı unutmayın. Bye bye.